Herkese salam dostlar. Məncə artıq kanalımda, yəni kanalımı izləyənlər görür ki, artıq üzümü göstərmirəm. Yəni bu bir səbəblərdən biridir. Elə şeylər oldu ki, mən artıq üzümü göstərməməyə qərar verdim. Bəli, əslində çox məntiqsiz gəlir ki, onsuz da əvvəl göstərmirsən, indi niyə göstərmirsən ki, yəni sənin abunəçilərin artıq sənin üzünü tanıyır da. Mən indi 78 yox, 87 abunəm var idi, bəli. O 78 abunəm mənim üzümü görsün. Ancaq bu bir vaxt çoxalda bilər. Yəni onlar mənim üzümü görməsi də olar. Bəli, o videoları silmirəm. Çünki maraqlı videolardır. Məncə sizə maraqlı gələcək. Ancaq bəzi səbəblərə görə artıq üzümü göstərməmək qərarını almışam. Elə görürsüz ki, bu videoda da üzüm görsənmir. Mən bir qərar aldım. İndi qaşıq videosu düzəltmək istəyirəm və sizin istədiyiniz piksel artları çəkəcəm. Özüm istədiyim, yəni özümə uyğun olan piksel artların bəzilərini çəkmişəm. Yəqin ki, onları paylaşacağam bu videodan sonra. Siz yorumlara mənə yazacaqsınız, mən sizə o piksel artları çəkəcəm. Qaşıq videosu demişkən də, dostlar, bir neçə şeylər hazırlamışam, kart falan. Qaşıqla belə oynanılacaq bir şeydir də, yəni. Amma yəni indidən deyim, sipariş götürmürəm. Sadəcə özüm üçün məsələn yorumlara yazırsınız ki, 2 qaşıq, 3 qaşıq, 5 qaşıq. Mən sizə onlara aid eləyirəm və sizin şansınızı yoxlayıram. Yəni bu sipariş versiniz mən sizə göndərirəm deyil yəni. Sağ olun, görüşənə dək. Məncə belə videolar da sizin xoşunuza gələcək, imtina eləməyəcəksiniz. Mənim fikrimcə bu videolardan sonra abunəm daha da artacaq, məncə heç azalmayacaq da.